körpə dünyaya gəldiyi andan etibarən onun varoluşunun 6 prinsipini canlı tutmaq çox önəmlidir. Birinci, sən bir fərdsən və eyni zamanda ailəmizin bir parçasısan. Sənin tayın bənzərin olmayıb və heç zaman sənin tayın bənzərin olmayacaqdır. Sən bizim üçün çox önəmli, çox əhəmiyyətlisən, sən çox dəyərlisən. Səni qarşılıqsız, şərtsiz, təmənnasız sevirik. Sənə güvənirik. Sənə uğurlu və bacarıqlı olacağının inanırıq. Sən də özünə güvən, sən də özünün uğurlu və bacarıqlı olacağına inan. Sənin potensialın sonsuzdur. Sənə əmək verməyə və zaman ayırmağa həmişə hazır olacaq. Bu varoluşun 6 prinsipini körpə dünyaya gəldiyi andan, saatlardan etibarən valideynlər onu yedizdirəndə, soyunduranda, paltarlarını dəyişdirəndə, bezini dəyişdirəndə, onu oxşayanda, onu tumarlayanda, şəfqət göstərəndə, onunla gəzməyə çıxanda davamlı canlı tutarlarsa, valideynlər saat-ba-saat, gün-bə-gün, ay-ba-ay, il-bə-il bu varoluşun 6 prinsipini övladlarına qarşı münasibətdə bədən dilləri ilə, əl hərəkətləri ilə, göz hərəkətləri ilə canlı tutarlarsa, övladın sağlam şəxsiyyəti və mənliyi formalaşar. 4 yaşından sonra da övlad özü bu 6 prinsipi özününkiləşdirməyə başlayacaqdır və bu prinsiplərlə yaşamağa başlayacaqdır. Və irəliyə doğru yetkinlik dövründə də digərlərinə qarşı bu prinsiplərin nöqteyi nəzərindən çıxış eləyəcəkdir.